Salam, hər birinizi xoş gördük. Bugün mən sizlərlə say sisteminə aid 5 müxtəlif tipin izahını verəcəm. Gəlin başlayaq birinci sualdan. Deməli, birinci sualda deyilir ki, birinci sualda onluq ədədini dördlü say sistemində ifadə etsək, 61 rəqəmli ədəd alınır. Buradan x-i tapın. Birinci sualımız. Biz əvvəlcə gəlin bunu açıq şəkildə yazaq. 2 üstü 8 üzəri 2x üstü 1, yəni qüvvət üstü üstə gələk. 64-ü də 2 üstü 6 yazsam, qüvvət üstü 3x üstə gələk 5, üstə gələk 120. Aha, mən indi buradan şərtə görə dördlü say sistemini ifadə edəcəm. Yəni 2 üstü 8-dən 2 üstü 2-ni dördlüyü çıxartsam və üzəri 4 yazsam, çünki 4-ü 2-yə vuranda buradakı 8-i verir. Və əlavə qüvvət üstünü də unutmamalıyıq. 2x üstə gələk 1, üstə gəlinsin. 2 üstü 6-nı da 2 üstü 2, üstü 3 və qüvvət üstü 3x üstə gələk 5 şəklində yazsam, üstə gəlinsin 120 bərabərdir. Və buradan da dörtlüyü rahatlıqla görmək olur. Deməli, 4 üstü 8x üstə gələk 4, üstə gəlinsin 4 üstü 9x üstə gələk 15 və üstə gələk 120 də belə yaza bilərik. Deməli 120-ni biz onluqdan dörtlüyə çevirməliyik də. Buradan da alınır ki, belə yazsaq 120-nin içində 4 30 dəfə, 120 sıfır qalıq qalır. 30-un içində 4 7 dəfə, 28 2 qalıq qalır. 7-nin içində 4 1 dəfə, 3 qalıq qalır və sağdan sola da bu qayda ilə yazsaq olur 1 3 2 0 dörtlükdə. Və burada qeyd eləyirəm 1 3 2 0 dörtlükdə. Aha, bunu bu şəkildə yazdıq və sonda bizdə nə istəyir? 61 rəqəmli ədəd alınır. Buradan x-i tapmamız istəyir. İndi baxaq, 61 rəqəmli o deməkdir ki, məsəl üçün belə yazsaq, 2 üstü 60, deməli bu 60 və özü ilə bir yerdə 61 rəqəmli ədəd eləyir. Yəni 1-in yanında 60 dənə 0 deməkdir. 60 dənə 0, 61 rəqəmli ədəd. Və buradan da biz qüvvət üstü böyük olanı götürsək, 9x üstə gələk 15 bərabərdir 60. Çünki mən burada qüvvət üstünü götürdümsə və ədədin özü ilə bir yerdə 60 eləyir. Mən sıfırların sayına görə 60 götürdüm. Buradan da 9x bərabərdir 60 minus 15. 9x bərabərdir 45. X də bərabərdir 45-i də 9-a bölsək edir bizə 5. Deməli, x-i neçə aldıq? Y bəndi 5. Birinci sualın cavabı Y bəndi. Baxaq ikinci sualımıza. İkinci sualda nə deyir? Deməli, biz bilirik ki, 16-lıqda 9-dan sonraki rəqəmli ədədlər A, B, C, D, Y, F hərfləri ilə götürülür və burada 16-lıqda təsvir edilir. B, Y, 16 bərabərdir. Bizdən nə istəyir? Bizdən onluqda istəyir. Əvvəlcə nə etməliyik? Biz 16-lıqdan bunu onluğa keçirməliyik. Hər iki ifadəni. Onda aşağıdan yenidən yazsam, belə olacaq. 0, 1, üstə gələk. BY 01, bu da 16-lıqda bərabərdir. Deməli, A vuraq. A neçədir bizdə? Buradan qeyd edirəm. A, B, C, D, Y və F. A 10-dur 16-lıqda. 11, 12, 13, 14 və 15. Yazaq. 10 vuraq 16 üstü 1. Üzəri üstə gəlinsin. C nə verir burada? C 12-dir. Deməli, 12 vuraq 16 üstü 0, üstə gəlinsin. B nədir burada? 11. 11 vuraq 16 üstü 1, üstə gəlinsin. 7, 14. 14 vuraq. Deməli, 16 üstü 1. Bizdə nə oldu? 14, Y. Hə, 16 üstü 0. 11 vuraq 16 üstü 1 B-ninkidir. Bu da 14 vuraq 16 üstü 0 bərabərdir. Deməli, biz burada nə eləyəcəyik artıq? Bu eləyəcək 160. 16 üstü 0, 1. Bu eləyəcək 12. Üstə gələk. Və 11-i biz 16-ya vuranda 176 etməlidir. 176 və 14 vuraq 16. Bu da eləyir bizə 14. Deməli, ümumi 160, 12. 12 ilə 14 verir 26. 160 ilə da 176. Deməli, 352. Bu da bizə uyğun variant 352. 352. 352 yoxdur axı. 362 verər. 362. Hə, 362, üzr istəyirəm. 362. Bu da bizə verər C variantı.
362 C variantı. Aha, keçək növbəti sual, üçüncü suala baxaq. Üçüncü sualda nə deyilir? Onluq say sistemində verilmiş 2 üstü 93 ədədi 8-li say sistemində təsvir olunarsa, verilmiş ədəd hansı rəqəmlə başlayır və neçə rəqəmli ədəd olar? Deməli, nə edirik? 2 üstü 93-ü bizdə nəyə keçməyimizi, 8-liyə keçməyimizi. Biz də bilirik ki, 8-li say sistemində 2 üstü 3, yəni 4, 2, 1 qaydası ilə götürülür. E, biz buradan 2 üstü 3, yəni 8-likdə 93-ü biz 3-ə bölürük 8-likdə. Alırıq ki 31. Deməli 2 üstü 3-ü 31-ə vursaq 93 verir və əmsalı 1 olur. Bu da 1 vuraq 8 üstü 31. Yəni bu nə deməkdir? 1 yanında 31. Bir yanında 31 dənə 0 deməkdir. Bir yanında 31 dənə 0 deməkdir. 31 0. Aha. Bu da yəni 32 rəqəmli bir ədəddir. Bizdən soruşur verilmiş ədəd hansı rəqəmlə başlayar? Başlayar, başlayar 1 ilə və bizdən soruşduğu digər şərt isə neçə rəqəmli ədəd olar? Deməli, ədəd 31, 0 və bir də özündən əvvəlki bu əmsalı, deməli, ədəd olar neçə rəqəmli? 32 rəqəmli, 32 rəqəmli. Buna da uyğun variant hansıdır? 1, 32. O da Y variantı. Da Y variantı. Hı hı. Yuxarıda hansı variantı idi qeyd eləyək. Yuxarıda da C variantı idi. Aha, deməli birinci, ikinci və üçüncü misallarımızı yazdıq. Keçək 4 və 5-ci misallarımıza da baxaq. 4 və 5. 4 və 5. 4-də nə deyilir? Baxaq 4-cü misala. 7-li say sistemində cəmləməni istəyir bizdən. Yazaq. 356 7-likdə üst-üstə gəlinsin. 453 7-likdə bərabərdir. Bunun üçün biz gərək say sisteminin toplama qaydasını bilək. İstənilən say sistemində toplama qaydası. Alt-alta yazsam, alt-alta rahat yazaq ki, səhv etməyək 7-likdə. Baxaq. Deməli, 6-ın üzərinə 3 gəldim, 9. 6-ın üzərinə 3 gəldim, 9. 9-dan nə etməliyəm? 9-dan mən 7-ni çıxmalıyam. 9-dan 7-ni çıxmalıyam, belə yazaq da. 6-ın üstünə 9, 9-dan bir dənə 7-ni çıxsam, burada qalacaq 2, bir də qalıq qalır. 2-ni yazıram, qalığı yadda saxlayıram, bu 1-i. 5-in üstə 5, 10, 1 yadda 11, 11-də 7-ni axtarıram. 11-in içində 7 bir dəfə yerləşir və neçə eləyir? 4. 4 yazıram, 1 qalığımız yadda. 4-ü yazıram, 1 qalıq yadda. 3-ün üstünə 4 gəlirəm, 7, 1 yadda 8 və 8-in içərisində 7-ni axtarıram. Bu da verir bizə 1, bir dəfə. Deməli, bir dəfə yerləşir, 1 qalıq qalır. 1-i yazıram, yadda qalan qalığı da qabağa keçirirəm. Deməli, cavabımız olur nə? 1, 1, 4, 2, 7-likdə. 7-likdə. Bu da bizə verir C variantı, C variantı. Baxaq 5-ci suala, axırıncı sualımıza. 8-li say sistemində verilmiş küskü rəqəmli ədəd 16-lıq say sistemində ən çoxu və ən azı neçə rəqəmli ədəd olar? Deməli, bizdən şərtdə həm ən çoxu, həm də ən azı istəyir. Neçə rəqəmli olar? 8-li say sistemindəki 202-ni, ümumiyyətlə 202 rəqəmli ədədi biz əvvəlcə gəlin 8-likdə yazaq. Bunun üçün nə etməliyik? 8-lik say sistemində 2 üstü 3 şəklində, yəni 3 bit, 3 bit hər birini 3 bitə vursaq, bərabərdir 606 edər. Və 16-lıq say sistemində ifadə eləmək lazımdır. Biz 606-nı da indi 4 bit, yəni 16 bərabərdir 2 üstü 4. 4 bit 4 bit şəklində bölsək, bu da bizə verər 151, 151. Deməli, biz də buradan 151-i də məsəl üçün 4-ə vursam ki, neçə qalığım qalır? 4 dəfə 1-im 4, 4 dəfə 5-im 20. Bu da 604 eləyir. Deməli, 606 ilə 604 arasında mən 2 ədəd qədər fərqim olur. Onda belə eləyək. Məsəl üçün, deyək ki, biz 16-lıq say sistemində bunu ifadə eləmişik. 16-lıq say sistemində biz bunu 4-4 ayırdıq. Ədədi 4-4 ayırandan sonra 3, 4. Deyək ki, ədədi 4-4 ayırandan sonra öndən 2 rəqəm artıq qalır. Bura qədər eləyir 151.
151. Yəni ən azı 151 edir. Və öndən olan iki rəqəm ya 00 olacaq, ya 01 olacaq, ya 10 olacaq, ya da 11 olacaq. Bu ədədlərin yerinə də bir dənə bir ədəd yazılır da, istənilən bir ədəd yazılır. Yəni tam olsa ən azı 151, amma qaldığına görə iki rəqəm burada qaldığına görə 152 ən çox, ən azı 151 və ən çoxu 152 dənə deməli rəqəmli ədəd ola bilər. Buna uyğun variantda B bəndidir bizdə. Aha, əməyə qiymət olaraq kanalımda abunə olmağı, bəyənməyi, yorumlarda rəy və fikirlərinizi yazmağı unutmayın. İzlədiyinizə görə təşəkkür edirəm.